necə tərpətmək olar? Ehtiyatlı olun oğlum. O mağaranı heç vaxt açmayın. Tamaşa real gündəliklər əsasında qurulub, müharibə mövzusundadır və 1992-ci illərdə bu ərəfələrdə Bosniyada gedən döyüşlərdən bəhs eləyir, şəhərin blokadaya alınmasından və 11 yaşlı Zlata Filipoviçin Mimi adlı gündəliyi haqqında səhnələşdirilmiş bir 60 dəqiqəlik mono tamaşadır və insanlar burada bir uşağın müharibə vaxtı necə uşaqlığını yaşamadan böyümə məcburiyyətində qaldığını görəcəklər. Biz həyatımızın müxtəlif mərhələlərində, məsələn, fərqində oluruq da ki, hər şeyin, nə bilim, gənclikdə bu baş verdi, nəyə başa düşdük, amma uşaqlığımız elədi ki, müəyyən bir yaşdan sonra o ancaq bizdə duyğu kimi qalır da, yəni unuduruq əslində necə başa düşmüşük filan. O baxımdan o gündəlik çox dəyərlidir, çünki heç kəsin verə bilməyəcəyi bir şeyi bizə qabağımızda elə bir açıq bir şəkildə verir. Ondan sonra razılaşdım. Yəni gündəliyi oxuyandan sonra dedim ki, çünki o qədər gözəl idi ki, yəni burada onu necə canlandıra bilmək artıq vacib deyil idi də. Bu gözəl bir şeyin parçası olmaq istədim və uğurlu da alındı. Ona görə də istəyirəm hamı bizdə olsun. Gəlin. Kim istəyir bunlardan?